Adam Grant psixoloqdur, alimdir, Wharton Biznes Məktəbinin professorudur. Belə bir maraqlı eksperiment barədə danışır. Deməli, təsəvvür edin ki, ianə yığan call centerdir. Tələbələr üçün, təhsil üçün ianə yığırlar və onların işinin effektivliyini artırmaq yollarını düşünürlər ki, nə təsir edə bilər. Deməli, onları 3 qrupa bölürlər. Birinci qrup hələ köhnə qaydada ianəni yığmaqla məşğul olur. İkinci qrupa həmin işin onlara şəxsən faydalarını izah edirlər. İkinci qrupa. Fayda da nədir? Maaş alırlar, təcrübə qazanırlar, bilmirəm, insanlarla tanış olurlar və s. Üçüncü qrupa isə o ianə kimin həyatında dəyişiklik edibsə, müsbətə doğru dəyişiklik edibsə, o insanların hekayələrini verirlər oxusunlar. Nə dəyişikliklər olub. Xırda bir məqamdır da, belə görürsən. Sonradan nəticələri növbəti dövrdə təhlil ediblər. Görüblər ki, birinci, ikinci qrupda nəticələr dəyişmədi satışlar. İkinci qrupda satış mən deyirəm, ianənin yığılmasını deyirəm. İanələr 2,5 dəfə daha çox yığılıb. Xırda bir toxunuş necə təsir edib. Bu eksperimentin maraqlı bir davamı da var. Deməli, fikirləşiblər ki, daha yüksək necə eləyə bilərlər, daha təsirli necə eləyə bilərlər və üçüncü qrupa əlavə olaraq həyatını ianələr hesabına dəyişmiş insanlarla görüşmə imkanı yaradılır. 5 dəqiqə ərzində görüşüb istənilən suallar vermə imkanı yaradılır. Bu bir görüş ianələrin yığılmasını 5 dəfə artırdı. 5 dəfə. 5 dəfə. İlkin dövrdə, yəni ikinci dövrdə 5 dəfə artırdı. Təsəvvür edirsiniz? İnsan doğrudan da öz işinin mənasını başa düşəndə və emosional onu qavrayanda şübhəsiz ki, nəticələri tam fərqli olur.